bəlkə də tarixdə heç vaxt bu qədər birliyə, əməkdaşlığa bu qədər gözəl zəmin olmamışdı məncə. Yəni ən azından mənim şəxsi qənaətim budur. Çünki müəyyən bir güruh var. Bu güruhun bəziləri cəhalətdən, bəziləri qərəzdən dolayı bu deyək ki, Turan Türk Dövlətləri Təşkilatının genişləməsi, buradakı fəaliyyətlər, prezidentlərin deyək bəyanatları, dövlət səviyyəsində atılan addımlar, buna barmaqarası yanaşanlar var. Halbuki məsələn Avropa İttifaqı bilirsiniz, əsrlərlə almanlar, fransızlar, ingilislər bir-birinə qarşı savaşıblar. Avropa İttifaqı amma quruldu 2-ci Dünya müharibəsindən sonra. Eyni şəkildə Afrikada yüzlərlə dinin, yüzlərlə dilin, yüzlərlə məzhəbin, fərqli millətlərin olduğu yerdə Avropa İttifaqı var. Bu tərəfdə Şanqay Birliyi var, hansı ki heç bir əlaqəsi olmayan, bir-birləri ilə əlaqələr olmayan müxtəlif mədəniyyətlər, dillər, dinlər, millətlərdir. Amma bu qədər ortaq nöqtəmiz olduğu halda etnik kökən olsun, dil olsun, din olsun, coğrafi yaxınlıq olsun, mədəniyyət olsun, bu qədər yaxınlığa rəğmən və bu qədər atılan addımlara rəğmən hələ də Türk Dövlətləri Təşkilatına o qədər də ciddi yanaşmayan və ya bunu tənqid edən və ya bunu xəyal, utopiya adlandıran bir güruh var.